Hraparak qəzeti, Ermənistan Hraparak qəzeti bir maraqlı məlumat yayıb. Bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan bu yaxınlarda Bakıya səfəri zamanı 10 erməni məhbusun siyasını onların azad edilməsi xahişi ilə Azərbaycana təqdim edib. Məlumatda göstərilir ki, həm də Qarabağın keçmiş hərbi siyasi rəhbərliyin nümayəndələri daxil edilməyib bu siyahıya. Amma siyahıda olanlar isə Erik Qazaryan, Levon Balayan, David Allaverdiyan, Melikset Paşayan, Qarik Matrosyan, Vasili Beqlaryan, Ludvik Mitsiryan, Alyosha Xosrovyan, Gurgen Stepenyan və Mədət Babayanın geri qaytarılmasını istəyir. Azərbaycandan belə bir jest istəyir. Eyni zamanda qəzet həmçinin iddia edir ki, yazır ki, Azərbaycan da iki Suriyalının Muqrab Məhəmməd Əş-Şehri və Yusif Alabet Əl-Hacinin azad edilməsini Ermənistandan tələb edir. Səbəb kimi isə Azərbaycan silahlı 44 günlük müharibədə Azərbaycan tərəfindən bu iki Suriyalının döyüşdüyünü iddia edir. Bu nə qədər real görsən, yəni bizi nədə ittiham edirlər? Məsələ nədir? Əvvəlcə onu qeyd edim ki, qarşılıqlı səfərlər məsələsinə, bu qarşılıqlı səfərlər məsələsi həmişə gündəmdə olub. İşğal dövründə belə bir müəyyən vətəndaş deməli vətəndaş diplomatiyası sülh göyərçinləri variantı. Diplomatiyası adı altında belə bir müəyyən təşəbbüslər olurdu. Bizim ziyalılar səfər etdi Qarabağa, onlardan müəyyən gələnlər oldu, amma bunların heç bir nəticəsi olmadı. Çünki ortada konkret işğal var idi, işğal faktı var idi. Amma indi ərazilər işğaldan azad olunub, Azərbaycan özünün dövlət suverenliyini, ərazi bütövlüyünü təmin edib və artıq sülh sazişinin imzalanması vaxtıdır və belə olan halda bu səfərlər bir növ qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir və Azərbaycan tərəfi də Andranik Simonyanı Milli Təhlükəsizlik Xidməti rəisini ölkəyə tədbirdə iştirakına şərait yaratmaqla bir daha sübut etdi ki, sülhdə maraqlıdır. Sonra da bizdən Topçubaşov adına mərkəzin direktor müavini Murad Muradov getmişdi. Bəli, getmişdi və bu bir növ qarşılıqlı etimadın və sülh təşəbbüslərinin gücləndirilməsinə xidmət edən haldır, müsbət haldır. Amma o ki qaldı Andranik Simonyanın Azərbaycandan hansısa hərbi cinayətkarları istəməsinə, azad olunmasına. Bilirsiniz ki, bu məsələni Ermənistan və erməni diasporu bütün beynəlxalq platformalarda, hətta kilsə, bütün beynəlxalq platformalarda qaldırırlar və Azərbaycana qarşı təzyiq kimi istifadə edirlər. Əslində həmin şəxslərin azadlığa buraxılması məsələsi, bilirsiniz, onların hazırda məhkəməsi gedir və belə olan şəraitdə onların azadlığa buraxılmasından söhbət gedə bilməz. Onlar hamısı hərbi cinayət törətmiş şəxslərdir. Fərqi yoxdur. Qarabağdakı o keçmiş ləğv olmuş separatçı rejimin nümayəndələri, rəhbərləri olsun, istərsə də o adlarını çəkdiyiniz şəxslər hamısı Ermənistan vətəndaşlarıdır və onlar muzlu şəkildə, yəni məsələn, onlardan biri bu yaxınlarda danışdı, dedi, mən ayda $800 alırdım, gəlib Qarabağda döyüşdüyümə görə, pul müqabilində gəlib Azərbaycan işğal olunmuş ərazilərində döyüşmüş şəxslərdir və indi Ermənistan öz vətəndaşlarının görür, azad edilməsini istəyir. Bunlar istər-istəməz hərbi cinayət törətmiş şəxslərdir və məhkəmənin yekununda öz cəzalarını almalıdır və mən ümid edirəm ki, məhkəmə onlara layiq olduğu həbs cəzasını çıxaracaq onların barəsində, hökm oxuyacaq. Amma onların azadlığa buraxılması isə müəyyən müddətdən sonra bu artıq Azərbaycan prezidentinin və Milli Məclisin səlahiyyətində olan məsələdir. Bu, əfv formasında da ola bilər, amnistiya formasında da ola bilər və ondan sonra kimlərin azadlığa buraxılması bu artıq Azərbaycan prezidentinin səlahiyyətində olan məsələdir. Çünki bilirsiniz, Azərbaycan dövləti humanist dövlətdir. Hələ 2023-cü ilin mayın 1-də, yadınızdadırsa, Laçından olan məcburi köçkünlərin, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı zamanı, hələ onda antiterror əməliyyatı keçirilməmişdi. Onlara açarların verilməsi vaxtı Azərbaycan prezidenti çıxış elədi və bildirdi ki, biz xəbərdarlıq etdi deməli. O vaxt
keçmiş separatçı rejimin qalıqlarına ki xoşluqla təslim olun, silahı yerə qoyun, gəlin Azərbaycan vətəndaşı kimi birgə yaşayış şəklində yaşayın Azərbaycanlılarla və Azərbaycan vətəndaşlığına qəbul belə olsa, sizə amnistiya verilməsi məsələsinə də baxarıq. Yəni, bu gün də görünür belə bir məsələ realdır, mümkündür. Kimlərsə cəzasının müəyyən hissəsini çəkdikdən sonra artıq o prezidentin səlahiyyətindədir ki, bunu edib etməmək. Amma indiki şəraitdə bunu Azərbaycanın qarşısında siyasi şərt kimi qoymaq düzgün deyil. Yox, bunlar da xahiş kimi yazıblar zaten ki, belə bir xahişlə gəlib. Yenə deyirəm, onlar konkret cinayət törətmiş şəxslərdir və onların da məhkəmə prosesi gedir. Məhkəmə prosesi yekunlaşmadan heç kim azadlığa buraxmaq mümkün deyil və məhkəmə yekunda onların törətdiyi cinayətin səviyyəsinə uyğun olaraq da onlara qiymət verəcək, cəza keçəcək və ondan sonra biz baxarıq ki, bu məsələ amnistiya və ya əf yolu ilə onların azadlığa çıxması mümkündür ya yox. Bu da prezidentin səlahiyyətində olan məsələdir, Milli Məclisin səlahiyyəti. Yəni, elə belə kimlərinsə şəxsi xahişi ilə həll olunan məsələ deyil. Üzr istəyirəm, o Suriyalılar məsələsindən toxunum. Biz erməni tərəfi burada əslində Suriyalılar məsələsini ortaya atmaqla Azərbaycanı bir növ şantaj edir. Bu siyasi şantajdır. Onlar həmişə iddia ediblər ki, bir Azərbaycan ordusu döyüşməyib Qarabağda. Suriyadan gəlmiş terrorçular filanlar döyüşüb və bununla da Azərbaycanı ləkələmək istəyiblər. Azərbaycan ordusunun adını ləkələmək istəyiblər. Həm də Azərbaycanın qarşı beynəlxalq təzyiqlərə nail olmaq istəyiblər. Bununla da bu dezinformasiyanı ortaya atmaqla göstərmək istəyirlər ki, Azərbaycan güya Suriyalılar döyüşürmüş, Qarabağı onlar işğal olmuş ərazilər onlar azad edib və onlar Ermənistanda güya saxlanılırlar. Bunlar yalandır, dezinformasiyadır. Bizim sadəcə 6 nəfər itkinimiz var. Onlar da çox güman ki, şəhid olublar və onlar da Azərbaycan ordusunun əsgərləri.